1931-ci ildən fəaliyyət göstərən Şəki İpək Kombinatında hazırda 325 nəfər çalışır. Bu sözləri Azəripək ASC-nin idarə heyətinin sədri Anar Dadaşov Şəki rayonunun qış turizm potensialı ilə tanışlıq mövzusunda təşkil olunan media turda məlumat verib. O bildirib ki, kombinatda 100% təbii və təmiz ipək hazırlanır. Burada xam ipək və parça ilə yanaşı atlas və kəlağayı da istehsal olunur. Kombinatın barama açma sexində 120 nəfər çalışır. Onların əksəriyyəti qadınlardır. Anar Dadaşov söyləyib ki, kombinatın tərkibində satış mağazası da mövcuddur. Yaxın gələcəkdə kombinatın avadanlıqlarının yenilənməsi planlaşdırılır. Diqqətə çatdıraq ki, Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısı sayəsində son illər Respublikamızda baramaçılığın inkişaf etdirilməsi və ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən zəruri tədbirlər Azəripəyin də fəaliyyətini əhəmiyyətli dərəcədə canlandırıb. Hazırda müəssisədə 6 istehsal sahəsi, barama açan, burucu, toxucu, boyaq bəzək istehsalatları, həmçinin çeşidləmə və xalça sexləri fəaliyyət göstərir. Kaynardı ora. O kaynardı, o barama döyülür ki, ipək orada kaynardı da pişir, kaynayır, gəlir bura, buradan da biz bura tökülür. İpək açılmayanlar, deyir ora, oradan qaydır, onlara tökülür, sonra da bir dəfədən qaydır, kaynara düşür. 2002-ci ildə müəssisənin nəzdində ayrıca istehsal sahəsi, kəlağayı sexi də yaradılıb. Thank you.